Allah Azərbaycanımızı qorusun. Udulu elinə, Şirvan elinə, Azərbaycan xalqına Allah Taala yar olsun. Nursuz gönül bir viranə, nursuz gönül bir viranə, nurlu gönül bir cənnətdir. İnsanlığın nişanəsi cəsarətdir, sədaqətdir. Kişi dardan asılsa da insafını verməz bada. Yalan zərlə yazılsa da qalan ancaq həqiqətdir. Zər zibadan doymayanlar, sözə qiymət qoymayanlar, könülləri duymayanlar bəşər üçün fəlakətdir. Eşqsizlər bu dünyada hələ sağkən gedib bada, canlıya da, cansıza da həyat verən məhəbbətdir. Boyun əyməz mərdlər yada, ləkə vurmaz təmiz ada, xəbis rütbə qazansa da əməlindən xəcalətdir. Acı duymaz şirinliyi, yay sevdirər sərinliyi, dərinlərin dərinliyi dayaz üçün ədavətdir. Öz yerini qansa hərə, möhtac olmaz xeyir şərə. Nadanların ariflərə dərs deməsi müsibətdir. Duyan ürək, düşünən baş, qismət ola hamıya kaş. Yaxşı yoldaş, yaxşı sirdaş, ələ düşməz səadətdir. Bu kəndin yaxşı yoldaşlıq eləməyi, bu kəndin çörəyə, zəhmətə qiymət verməyi bütün Azərbaycana bəllidir. Bu kəndin Azərbaycan üçün yetirdiyi ziyalılar, Azərbaycan tarixində, ədəbiyyatında iz qoyan böyük sənətkarlar, şanlı Azərbaycan bayrağını səmalara qaldıran, uzalardan uzalara qaldıran igid oğullar, qəhrəmanlar, şəhidlər, bax bu kəndin dəyəridir, bu kəndin hörmətidir. Alqışlar olsun Udulu elinə. Alqışlarımız olsun bütün elimizə, cəmaatımıza, burada olanlara, olmayanlara. Dağların başını çən duman alıb, çoxunun qalmayıb imkan əlində. Yaxşı kişilərin yaxası qalıb naşükür əlində, nadan əlində. Biz hörmət görmədik bir qonaq kimi, aldandıq hər şeyə hey uşaq kimi. Küçəyə atılan oyuncaq kimi oynatdı bizləri dövran əlində. Namusla yaşamaq olsa da çətin, qazanmaq gözəldir haqqın, rəhmətin. Dünyanın o boyda varın, dövlətin apara bilmədi sultan əlində. İnsanlar etməsin bu qədər günah, xeyri asılsın asılan sabah. Şeytanın şərindən sən qoru Allah, insanlıq ölməsin insan əlində. Allah elimizi, xalqımızı şeytanın şərindən, mərdibazarın hiləsindən qorusun. Allah elimizə, xalqımıza yar olsun. Ürəyimdə xatirələr oyandı, yenə düşdüm həvəsinə kəndimin. Uşaqlığım göz önündə dayandı, mən isindim nəfəsinə kəndimin. Yox idi bir rahatlığım, dincliyim, bezdirərdi çoxunu nadincliyim. Dəliqanlı, hayharaylı gəncliyim sığışmazdı sinəsinə kəndimin. Səhər durub qarğı atı minərdim, kənd aşağı, kənd yuxarı sürərdim. Harda görsəm qaçıb salam verərdim, əlisinə, vəlisinə kəndimin. Yaqub oğlu, demə ömrün qışıdır, yurd insanın öz bəxti, öz naxşıdır. Allah haqqı, yaxşı elə yaxşıdır. Allah haqqı, yaxşı elə yaxşıdır. Qurban olum dəlisinə kəndimin. Allah elimizə, kəndimizə, xalqımıza, millətimizə, bütün dünya Azərbaycanlılarına, Türk dünyasına, İslam şərqinə həmişə toy qismət eləsin. Toylu bisatlı olsun ellərimiz. Sizlərə nuş olsun. Sizə xoş istirahətlər arzu edirəm, yaxşı iştah arzu edirəm.
Birazdan yəqin ki, söz də deyəcəksiniz. İnşallah sizləri də eşidəcəyik. Xeyir dualarla, təbriklərlə. Nəzərov, mənim əziz qardaşım. Həmişə gözəl günlərdə olasan. Cəmaət əmiyə salamlar olsun. Sən elin zəhmət çəkən oğlusan. Bu toy zəhmətləri böyle həmişə bu sənin yaraşığın olsun, mükafatın olsun. Musiqiçi Əlövsət müəllim yazır ki, Əlövsət Saldaş. Hayana baxırsan yaman cücərir, yaxşılar puç olur, tez əldən gedir. Sək istəyirik, qaşı düzəldək, xətər toxuyuruq, göz əldən gedir. Bir sözdür Əlövsət deyir kişilər. Bu dəvə yükünü əyir kişilər. Ay yazıb yaradan şair kişilər. Sözə yiyə durum, söz əldən gedir. Sözümüzə, şeiriyyatımıza, poeziyamıza, ədəbiyyatımıza yiyə duranlar, belə dəyər verənlər var olsunlar. Allah Taala bu sözlü, sazlı, aşıqlı, belə milli kimliyimizə bağlı olan məclisləri bizə çox görməsin. Çox oluruq o çilçıraqlı şadlıq saraylarında, çox oluruq o dəbdəbə dediyimiz məclislərdə, sanki adam başqa ölkədə olduğunu düşünür. Elə bil Azərbaycanda deyilsən. Adamın qəlbi sınır, adamın qəlbi inciyir. Amma belə el məclisləri var olsun, var ki, belə sənətimiz yaşayır, söz yaşayır. Hələ papaq kişilik üçün şərt deyil. Hər şeşə bığ, qolu zorlu mərd deyil. Kasıb olmaq kişi üçün dərd deyil. Dərd odur ki, namus arın olmasın. Tapılmayan dərdə əlac, dərd odur. Kişi ola yada möhtaç, dərd odur. Qarın doya, göz ola ac, dərd odur. Doğru sözün, düz ilqarın olmasın. Dərd odur ki, torpaqların bölünə, vaxt vədəsiz qar ələnə telinə, əlin ünün yetməyincə elinə, necə qəlbdə intizarın olmasın. Dünya ki var, bir evlikdir, qurama. Tapanmazsan, onda vəfa arama. Dərd odur ki, öyrəşəsən harama, el yanında etibarın olmasın. Mən bilmişəm alov səni, köz səni. Dar günümdə axtarmışam tez səni. Söyləmərəm o məclisdə söz, səni o yerdə ki, xiridarın olmasın. Belə xiridarlar olan yerdə söz də deməyə dəyər, oxumağa da dəyər. Təki siz var olun. Allah sizləri var eləsin. Mən burada bu məclisdə bir Həsən dostum var, Həsən Əskərov. Salamlayıram Həsəni, təşəkkür edirəm ki, o elin qəhrəmanlarını, ziyalılarını, şairlərini görməyənlərə də göstərir, tanıdır. Allah səni qorusun Həsən. Bir də bayaq Daşqın müəllim, gördüm burada o Food City sumkaları var, o qulluq eləyənlərin əllərində. Fevral ayında Moskvadaydım, bir dostumuz yazdı, adını xatırlamıram, dedi Uduldanam, Tavadanam, gəl sənə qulluq eləyim, amma uzaqdaydıq, hayf ki görüşə bilmirdik. Buradadırsa təşəkkür edirəm. Burada deyilsə yenə elinə, obasına, böyüklərinə, ağsaqqallarına, ağbirsəklərinə təşəkkür edirəm. Hazırda mən bir kitab oxuyuram. Evdə toydan gələndə, məclisdən gələndə biraz vaxtım olanda bizim dostumuz var, Şamaxılı Sirac Mustafayev. Kino rejissordur. Mirələm qardaşımız üçün bir kompoziya çəkib Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət. Yəqin hamınız izləmişsiniz, baxmışsınız. Oktyabr ayında bir çəkiliş olacaq və o kitabı mən 11-ci sinifdə oxuyanda oxumuşdum. Və yenidən mənə o tapşırıq verildi ki, o kitabı bir də oxuyum. Əziz anamızın vətənə qayıt əsəridir. Şirvanlı səyyah Zeynalabdin Şirvanidən bəhs eləyir. Və orada Azərbaycan dilinin unikallığı, adət ənənələrimizin, mentalitetimizin gözəlliyi
nə qədər o anamız, Allah onu rəhmət eləsin, ruhu şad olsun. Mən indi müəllimlə görüşəndə dedim ki, sizin əlinizdən öpülməlidir. Siz necə bir insanın ətrini yaşadırsınız? Necə bir insan sizə öyüd nəsihət verib, sizə layla deyib, nə qədər xoşbəxt adamsınız. Bu dünya bir qonaq evidir. Hamımız bu dünyanın bir qonağı yox, müvəqqəti bir ömür yaşayırıq. Heç kimə də bəlli deyil nə qədər yaşayacağı. Amma özündən sonra bir irs qoymaq. Şirvan nə qədər sevirmiş o insan. Mən Bakı 1501'i də oxumuşam. Şirvan nə qədər sevirmiş, Şirvan necə vəsf edib. O kitabları oxuyan bir də dönür o tarixi yaşayır. O zamanlarda o Cabanı döyüşünün sanki özün də şahidi olursan, oradan kənardan baxırsan o döyüşə. O elə alqışlar olsun, o xalqa alqışlar olsun ki, belə insanlar yetirib. Əzzə Cəfərzadə hələ gənc yaşlarında durasan, buradan Suriyaya gedəsən, Nəsiminin məzarını araşdırmağa orada. Gedəsən bir qadın və çox kişilərin görə bilmədiyi işləri görəsən. Alqışlayın, xahiş edirəm Əzzə anamızın ruhunu. Bu əyri dünyanın düzündə qaldı. Bu əyri dünyanın düz adamları. Bizi ağlayanın adamı bizik. Bizi ağladanın öz adamları. Çiçəyə su verdim, ayaqlamadım. Əhdini dananı soraqlamadım. Salamın alsam da qucaqlamadım. Üzü çaylaq kimi boz adamları. Kişilər ölsə də kişilik ölməz. Xain üzdə gülər, ürəkdə gülməz. Səhrada günəş də isidə bilməz. Soyuq adamları, buz adamları. Dəli dağlı, sinəm sədəfli sazlı. Duyğular olmasa təbim daşmazdı. Vallah bu dünyada söz yaşamazdı. Sözə gəlməsəydi söz adamları. Sözümüzü, sənətimizi, Azərbaycan xalqının 10 min illiklərə dayanan adət ənənəsini, ədəbiyyatını yaşadanlar var olsunlar. Allah xalqımızı, elimizi qorusun. Elimizə həmişə belə xoş günlər, gözəl günlər. Burada sözü də, sənəti də bizdən yaxşı bilənlər var, bizim hörmətli ziyalılarımız. Allah rəhmət eləsin Zəlimxan Yaquba, Allah rəhmət eləsin Rasim Balayevə. O Nəsimi obrazını şedevr yaradıb da, elə adam elə bilir, elə həmən Nəsimidir. Alim Qasımova Allah can sağlığı versin. Bir gün xaricə səfərə gedirlər. Zəlimxan Yaqub qayıdır ki, alim müəllim, sən xarici səfərlərdə çox olmusan, mən təzə-təzə gəlirəm. Gələndə mənə yoldaşım tapşırıb ki, mənə bir dəri kutqa alarsan xaricdən. Kömək elə mənə bir dəri kutqa seçim yoldaşıma. Alim müəllim fikirləşir, deyir ki, Zəlimxan müəllim, gəl o işi tapşıraq Rasim Balayevə. Deyir, niyə? Deyir, onun dərisini bir dəfə soyublar, onun dəri işindən yaxşı baş çıxır. İndi burada sözü də, sənəti də bizdən yaxşı bilənlər var. Bayaq ağsaqqalımız bir söz dedi ki, necə müdrik adamlar görmüşük, necə müdrik adamlarla bir eldə yaşamışıq. Əzzə anamızın Aləmdə Səsim Var mənim romanında bir söz var, deyir, dahi adamlar öz mühitində adi görünürlər. Mən bu yaxınlarda Ağsuda bir məclisdə idim, Turan müəllim. Orada bir fakt danışdım və ziyalılar məni çağırdılar, atam yaşda kişilər məni çağırdılar yanlarına, maraqlandılar. Bu hardan bilirsən? Dedim, Əzzə xanımın əsərlərindən. Nadir Şah Şamaxını istila eləyəndə dağlara çəkilə bilənlər dağlara çəkilir. Qırılanlar qırılır, qalanları da enirlər Ağsu çayının kənarına. Orada bir şəhər qururlar, adını qoyurlar Yeni Şamaxı. Və Nişat Şirvani o imzası o vaxt Elsəvər müəllim Zülali təxəllüsü ilə yazırmış. Gəlir karvanla gəlir görür ki, gözəllər gözəli Şamaxının daşı daş üstündə qalmayıb. Və öyrənir ki, Şamaxı cəmaatı enib Ağsu çayının kənarına, orada şəhər salıb,
orada bir beyt yaranır. Deyir ki, qürbətdə deyirdin ki, Zülali, vətənim var. Ensin gözünə qarə su, ağ su vətən oldu. Bax, bizim tariximiz elə insanların zəhməti ilə yaşayır. O kitablar, o əsərlər, o monografiyalar olmasaydı, bizim də onlardan xəbərimiz olmazdı. Bizim də keçmişimizdən xəbərimiz olmazdı. Hələ təkcə görünənlərdən, o heykəllərdən ibarət deyil. Bütün dünyada, Azərbaycanda ilklər Şamaxının adı ilə bağlıdır. Bakı şəhərində ilk heykəl təkcə Bakı şəhərində yox. Şərqdə ilk heykəl Mirzə Ələkbər Sabilə qoyulub 1922-ci ildə. Allah rəhmət eləsin Aşıq Mahmuda yazıb ki, qoy bir tərif deyim şəninə məndə, amənim uluca qoza Şirvanım. Ərəllər ozağı, müqəddəs diyar, sən ucalardan uca Şirvanım. Tarix soraq verir, qədimdir yaşın. Nələr çəkməyibdi bəlalı başın. Şeirdir, nəğmədir torpağın, daşın, layiqsən şöhrətə, taza Şirvanım. Haqq sevənlər yetirmisən əzəldən. Nəsimi vermədi kəlam, söz əldən. Bir qala uzaqdı Seyid Qəzəldən, aldı söz mülkündən bac, Aşirvanım. Mahmud Haq deməkdən çətin daşına, dayanıbdı neçə ər savaşına. Yenə şahlıq quşu qonar başına. Yenə şahlıq quşu qonar başına, tapar öz məkanın tac, Aşirvanım. Şirvanımız, Azərbaycanımız yaşasın. Allah xalqımıza yar olsun. Gecə yadıma sən düşdün biraz. Birazla şəklinə baxdım, darıxdım. Otağın içində gəzişdim biraz. Biraz da həyətə çıxdım, darıxdım. Ağlıma nə gəldi, hər şey elədim. Özümü gah kaman, gah nə elədim. Biraz bulud kimi səskü elədim. Biraz da şimşək tək çaxdım, darıxdım. Darıxdım, səni də verən olmadı. Nə də ki dərdimdən dərən olmadı. Keçdim xəlvət yerə, görən olmadı. Doyunca gözümü sıxdım, darıxdım. Elə darıxmağa qarışdı başım. Bir də gördüm tamam itib yaddaşım. Xəbərin olmadı ay qəlbi daşım. Özümü yandırdım, yaxdım, darıxdım. Güya neynədim ki qəlbi yaxmaqla, gözümü sıxmaqla, şəklə baxmaqla. Kimə neynədim ki bu darıxmaqla, özüm öz evimi yıxdım, darıxdım. Yaxşıdan ötürü darıxarlar da. Yaşamaq səbəbim, arxam, güvəncim, hər zaman gözləri durursan oğlum. Hər yerdə təsəlli bilirəm səni, ömrümün, günümün nurusan oğlum. İstərəm gözümdə uca dağ olasan, xətadan, bəladan uzaq olasan. Dost qohum yanında üzü ağ olasan, mənim bu arzumu qorusan oğlum. Hər gün çinarlanan boynu görüm, işində, gücündə soyunu görüm. Gün o gün olsun ki toyunu görüm, yandığım ocağın qorusan oğlum. Arıyıb axtarıb elə yar gətir, pozulmaz sədaqət, düz ilqar gətir. Dön bar ağacına, bizə bar gətir. Nəvə deyən qəlbim barısan oğlum. Sən də Hacı Elçin kimi nəvə sahib olasan inşallah. Nəvə toylar qurasan. Allah rafəti, rüfəti qorusun. Ocaq yaşasın, od yaşasın, köz yaşasın, ev yaşasın, el yaşasın, xalq yaşasın, millət yaşasın, vətən yaşasın. Allah qorusun balalarım. Dedim,
Bala dedim, hər səhərim bal oldu. Arzularım qanad açdı, qol oldu. Şükür, yolum nə işıqlı yol oldu. İsinirəm övlad adlı közəm mən. Balalarım, qurban olum sizə mən. Nur verdiniz otağıma çıraq tək. Həm çağladım, həm duruldum bulaq tək. Elə sizlə iməklədim uşaq tək. Fərq qoymadım oğula mən, qızam mən. Balalarım, qurban olum sizə mən. Kövrəlirəm, Elçin qardaş, bənd olmuşam bir himə. Övlad üçün yanmayanın ömrün nə? Xoş sədanı səyat qatdı ömrümə. Ürək verdim, ürək açan sözəm mən. Balalarım, qurban olum sizə mən. Bəzən olub adım çıxıb huşumdan. Bezməmişəm çətin olan işimdən. Yağış vurub, dolu döyüb başımdan. Sizə görə yay demişəm, buzam mən. Balalarım, qurban olum sizə mən. Yaxşıların hörmətinə sevindim. Oğlun qızın ismətinə sevindim. Yaradanın qismətinə sevindim. Şirin dedim, şükür dedim, azam mən. Balalarım, qurban olum sizə mən. Allah balalarını qorusun. Hacı Elçin, əziz ağsaqqalımız, dəyərli ziyalımız, gözləriniz aydın olsun. Anamızın gözləri aydın olsun. Bir vaxt məhəbbətdən dəm vuran canım, indi dolayların yoxuşdur. Bir vaxt qocalardan gen duran canım, gəldi qocalara qarışdı. Könül unutmamış hələ sevməyi, çiçək qoxlamağı, qönçə dərməyi. Dünən də bir gözəl bilmirəm nəyi, məndən əmi deyib soruşdu. Gah hicran yapışdı yorğun qolumdan, gah sevda çaşdırdı məni yolumdan. Bu qədər qəm, kədər, qeyli qalımla bir ömrə nətər sığışdı. Acı yel üstümdən əsdikcə əsdi. Günlər bir-birini qovdu, tələsdi. Həyəcan əbəsdir, təlaş əbəsdir. Saçıma qar yağır, ta qışdır.